Demək yaxınlaşın. Başınız sağ olsun, Allah rəhmət eləsin. Sizin qardaşınız dünyasında işte. Necə hansı şəraitdə, yəni şəraiti bilirik, daha doğrusu necə oldu bu oğlan? Ki xilas ola bilməyib, yazıq qaça bilməyib. 14-cü mərtəbədə qalırdı. Evi bir otaqlıydı, yəni çıxmağa yer tapmayıb. Ona görə də eyvana çıxıb. Oradan da boğulub, atmayıb özünü, boğulub, buna görə də elə huşsuz vəziyyətdə düşüb aşağı. Yəni 20 dəqiqə kadrlarda da var. 20 dəqiqə o kömək gözləyib, səsi də var, səsi də düşüb, kömək eləyin. Yanan yerə, ocağa düşüb də o. Hə, 20 dəqiqə ki, ona kömək eləmək mümkün olmuyor, çünki çox alışıb, neçə metr, 10 metr hündürlüyündə. Bizim qonşu var da, yanıb tamam o bina. Bizimlə qatı qonşu var, onun evi elə yanıb, külə çıxıb ki, heç divarından şey də qalmıyor. Biz çəkmişik olardı. Evdə iki qızı var da, o qızlar üçün cehizat yığıblar da, indi bunları köçürdük, anadır da, illərlə yığıb, eləyib, hamımızı, mənim də evim, məsəl üçün, təzə remont eləmişdim, açarını bağlayıb, çıxıb rahat deyim, ay uşaqlar, daha remont elədim, hər şeyiniz var, rahat oturun bu evdə. Fikirləşin ki, o qonşuya baxanda mən belə dedim, ay Allah, ağladım Allah haqqı, o adamın evində heç bir dənə qaşıq belə qalmayıb, necə gündüz qaşıqları, evinin meybilləri, heç nə yoxdur bu ev. Suyu hələ bir üf eləyiblər, ev uçub, yoxdur. O kinolarda göstərir, inopolisiyanı gəldi, ev yoxdur. Bax elə şəhərə, mən belə yanğın görməmişəm, dəhşət deyə, belə şey olar. Deməli, belə şeyləri vurmaq olmaz da divara. Belə şeylər, onların baxmaq lazım idi. Vaxtında mən nə qədər yalvardım, amma nə dedim ki, mən qorxuram belə şeylərdən, bunlardan vurmayın da divara. Tamam, daş eləmişsiniz birinci mərtəbəcən, dözərik, o üstüyə, o nə deyirlər, o toza dözərik. Amma daş eləyik. İndi bu məsələ yenə də deyirəm, bir də araşdırılır. İnşallah biz xəbər alan kimi insanları məlumatlandıracağıq. Görək olubmu, əvvəlcədən, yəni, bilmirəm, yəni, çox, bilirsiniz, hər bir kəsin, hamımızın bir sözü var, məsələn, balı, kaş olmayaydı. Kaş olmayaydı. Uşaqlar getdi, insanlar getdi. Kaş olmayaydı. Bilmirəm, ona görə də mən indi yaxınlaşacağım yenə də, sizə də yaxınlaşacağım. Şəbnəm xanım, buyurun. Günay xanım danışa bilmədi. Deyir ki, o 14-cü mərtəbədən düşən Yaşarın bacısıdır. Günay xanım Hacı Qabuldan gəlib bura. Biz isə ötən həftə getmişdik Hacı Qabula, çəkiliş etmişik. Yəni, onların məhz 40 günündə ayın 28-ə efirə gedəcək verilişimiz, alın yazısı verilişi. Orada daha ətraflı yəqin ki, dinləyə bilərsiniz onların danışdıqlarını. Doğrudan çox təsirli idi, təsəvvür edin. Ailədə Günay xanımdan başqa yeganə övlad olub, tək oğul övlad olub, özündən 5 yaş kiçik. Burada işləyirmiş, çalışırmış. Universiteti bitirəndən sonra, əskərlikdən sonra elə Bakıda yaşayırmış. O qonaq gələn, mən çəkmişdim onu. O evdə insanlar danışır, həmin ailəsisiz. Hə, mən oldum orada, onlarla da görüşdüm, evin sahibləri ilə. Əcəldir də, bax kimin ağlına gələr ki, mən gedim qonaq və gedim orada, mən dünyamı dəyişim. İndi bizim deyəcəklərimiz var, yenə süjetimiz var. Mən bayaq insanlar nəzərinə çatdırdım ki, son vəziyyət, elə intə alınıb, o binanın son vəziyyəti, orada gedən iş haqda, ondan sonra orada çalışanlarla biz söhbətlər aparmışıq. Bizim məlumatlarımız olacaq, hörmətli tamaşaçılar. Hələ isə xəbərçi ayrılırıq. Dünyada və Respublikada başlanan ən son yeniliklər xəbərçidə ekranlarınıza gətirilir. Qısa. Sonra biz yenidən inşallah söhbətimizi davam etdirəcəyik.